Salam. Gəlin belə bir tapşırığın həllinə baxaq. 17-ci tapşırıqda deyir ki, A və B məntəqələri arasındakı yerli vaxt fərqini hesablayın. Əvvəlcə ona fikir verək ki, A məntəqəsi başlanğıc meridianından 0-cı meridiandan 20 dərəcə qərbdədir. B məntəqəsi isə başlanğıc meridiandan 50 dərəcə şərqdədir. Və biz nə öyrənmişdik? Məntəqənin biri şərqdə, biri qərbdə olanda biz onu toplayırdıq. 20-nin üzərinə 50 gələndə bizə verəcək 70 dərəcə. Və biz buradakı zaman fərqini tapmaq üçün 70-i də bölürük 15-ə. Bizə verir 4 saat. Bu eləyir 60 dərəcə. Aradakı fərq 10 dərəcədir. Və biz onu vururuq 4-ə. Nəyə görə 4-ə vururuq? Çünki 1 dərəcəni 4 dəqiqəyə fırlandığı üçün 10 dərəcəni də 40 dəqiqəyə fırlanacaq. Çox sadədir. Deməli, bu iki məntəqə arasında 4 saat 40 dəqiqə zaman fərqi var. İndi isə gəlin növbəti tapşırığa baxaq. Deyir ki, 18-ci tapşırıqda 50 dərəcə qərb uzunluğundan 14 saat 14:30-dur. Bu zaman 15 dərəcə şərq uzunluğunda yerli vaxtla saat neçə olur? Gəlin koordinatlarımızı çəkək. Deməli, əvvəlcə qeyd edək başlanğıc meridianımızı bu tərəfdə, yəni qərb istiqamətdə 50 dərəcə qərb uzunluğu, şərqdə isə 15 dərəcə şərq uzunluğu. Və deyir, 50 dərəcə qərb uzunluğunda 14:30-dur, saatı verib. 15 dərəcədə neçədir? Yenə məntəqənin bir qərb bir şərq olduğuna görə biz bunu toplayırıq. Bizə verir neçə? 65 dərəcə. Və biz 65-i bölürük 5-ə, 15-ə, düşür bizdə 4 saat. Eləyir 60, yerdə qalır 5 dərəcəmiz. Onu da 4-ə vururuq yenə də. 1 dərəcəni 4 dəqiqəyə fırlandığı üçün tapırıq 20 dəqiqə. Deməli, tapdıq 4 saat 20 dəqiqə. İndi əsas məqam nədir? Deməli, məntəqəmiz şərqdədir. Və biz öyrənmişik ki, şərqdən olan məntəqə hər zaman qərbdən irəlidədir. Çünki günəş şərqdə çıxır, qərbdə batır. Biz buna görə də şərqə doğru getdiyimizə görə 14:30-un üzərinə tapdığımız 4:20-ni gəlirik. Və bu bizə verir 18 saat 50 dəqiqə. Deməli, 15 dərəcə şərq uzunluğunda 18 saat deməli 18:50-dir. Cavabımız A variantı. İndi isə gəlin növbəti test tapşırığına baxaq. 19-cu tapşırıqda deyir ki, yer kürəsinin 60 dərəcə fırlanması üçün nə qədər vaxt lazımdır? Bu da çox sadədir. Dediyimiz kimi, əgər 1 dərəcəyə 4 dəqiqə fırlanırsa yer kürəsi 60 dərəcəyə neçə dəqiqə fırlanacaq? Bu da sadə tənasübdür. 60-ı vururuq 4-ə eləyir 240 dəqiqə. Cavab B variantı olacaq. Gəlin başqa bir tapşırığa da baxaq. 10-cu tapşırıq. 10-cu tapşırıqda deyir ki, deməli, 125 dərəcə şərq uzunluğunda yerləşən məntəqədə saat 13:20-dir. Bu zaman London şəhərində neçə olur? Biz bilməliyik ki, London şəhəri neçənci uzunluqda yerləşir. Əvvəlcə 125 dərəcəni qeyd edək. Şərq uzunluğu. Və biz bilirik ki, London şəhəri başlanğıc meridianında, yəni 0-cı dərəcədə yerləşir. Və 125 dərəcə şərq uzunluğunda saat 13:20-dirsə, biz tapmalıyıq 0-dan neçədir. İki məntəqə arasındakı vaxt fərqi elə 125 dərəcə eləyir. Biz onu böləcəyik 15-ə və tapırıq, deməli, 8 saat. Bu eləyir 120, 5-i də vururam 4-ə eləyir 20 dəqiqə. Deməli, 8 saat 20 dəqiqə vaxt var. Lakin bizdən Londonu soruşur. Və biz şərqdən indi qərbə doğru gedirik. Qərbə doğru gedəndə vaxt azalır. Çünki yenə deyirəm, günəş şərqdə çıxır, qərbdə batır. Qərbə doğru gedəndə artıq vaxt geridədir. Bu zaman 13:20-dən, axı şərq uzunluğunda, 125 şərq uzunluğunda 13:20 idi. 13:20-dən çıxacam 8:20-ni. Və bizə neçə verəcək? Saat 5:00. Deməli, 125 dərəcə şərq uzunluğunda saat 13:20 olan vaxt London şəhərində hələ saat 5-dir. Cavabımız C variantı olacaq.